Toy gününə bir ay qalmış Vətən müharibəsinə qatılan, toy libası əvəzinə hərbi formanı seçən Şükürov İlkin Aslanoğlu 27 avqust 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 2001-2010-cu illərdə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ilin oktyabr ayında səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra atasına hərbiçi olmaq istədiyini deyən İlkin, 2017-ci ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında gizir rütbəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Şükürov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralı döyüş yoldaşını xilas edərkən şəhadətə ucalır. İlkin Şükürov 15 oktyabr 2020-ci il tarixində Ürkməzli kənd qəbirstanlığında böyük izdihamla dəfn olunmuşdur. Subay idi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Şükürov İlkin Aslanoğlu ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Füzulinin azad olunmasına görə medalları və 3-cü dərəcəli Rəşad ordeni ilə təltif edilib.